أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Değerli Müslümanlar, Müslüman sözünün mənası təslim olan deməkdir. Kimə təslim olan? Əlbəttə ki, Allaha. Allaha təslim olan. Biz aləmlərin Rabbi Allaha təslim olmuşuq. Hər nəyimiz ilə. Yəni, inanc olaraq Allaha söz vermişik ki, ey bizim Rəbbimiz, bizim səndən başqa ibadət edəcək heç bir ilahı qəbul etmirik. Biz müsəlmanıq deyə Allaha söz vermişik. Ki bu barədə sizlər Qur'an-ı Kərimdən kifayət qədər ayələri bilirsiniz. Amma nədənsə zaman keçdikcə digər dinləri, xristiyanlıq və yahudilik və ondan qabaqçı monoteist dinləri, yəni Allahın göndərdiyi dinləri şeytan necə sıradan çıxartdısa, bu ümmətin də bir hissəsində bunu bacarmışdı. İnsanları fərqinə varmadan Allaha şəriklər qoşaraq dindən çıxmalar kütləvi şəkildə olmuşdur. Onun bugünün bənzərlərindən biri də Resulullah'ın saçı adı altında dünyanı gəzən bir uzun saç. Bir saçdır, bəlkə də sizlər də görmüsünüz. Onu əslində bir ərəbindir o və onu ölkə-ölkə gəzdirir və ölkələr və müsəlmanlar, hətta müsəlman ölkələrin başçıları onu sevə-sevə ziyarət edərək, göz yaşları tökərək Resulullah'ın saçıdır deyib onu ziyarət edirlər və onun sahibi də bunun altında milyardlarla pul qazanır. Əslində burada ən çox qazanan şeytandır ki, nə qədər müsəlmanları xurafata və yanlış inanca inandırmış olur. Değerli Müslümanlar, ümumiyyətlə, hələ biz o mövzuya toxunmuruq ki, o nə qədər etibarlıdır ki, o Allahın Resulunun saçıdır. Hələ ona toxunmuruq. Ən gerçəyini danışaq. Resulullah'ın saçı olsa belə, bundan danışaq. Bu iş nə qədər doğrudur? Deməli, dəyərli Müslümanlar, İslam elm adamları bəzi hədisləri əsas götürərək bu qənaətə gəlmişdilər ki, deməli, sahabələr Resulullah sağ olarkən Resulullah'ın bədən üzvlərindən təbərrük ediblər. Bu səhih ünvanla bizə çatıb. Misal üçün, Resulullah tərləyəndə sevgidən onun alnının tərini silib öz üzlərinə sürtüblər. Yenə sizə deyim, bu cüra nə söz eşitsəniz, indi mən bir neçəsini danışacağım, bunu hamını edənlər əslində böyük sahabələr deyil. Yəni imanda, dində güclü olanlar deyil, zəiflərdir. Bunu Əbu Bakır kimi, Omar kimi, Ali kimi heç bir sahabə belə şey etməyiblər. Heç vaxt Əbu Bakır, Ömər Resulullah'ın tərini götürüb üzünə sürtməzdi. Çünki onlar güclü idilər. Tövhiddə çox güclü idilər. Amma sevgidən bəzi insanlar, bəzi sahabələr sevgidən bu işi görərdilər. Və onlara da qarşı heç kəs çıxmayıb. Hətta Resulullah da. Onun tərini silib üzünə sürtüb. Və yaxud da ki, Resulullah yemək yeyib, onun yeməyindən ki qalıb, deyib ki, bölüb, kimlərlənsə bölüb, deyiblər, ya Resulullah, biraz sən ondan ye, o yeyib sonra o yeməyi götürüb,
aparıb ailəsinə bir bu uşağına, o uşağına yedizdirib ki, Resulullahın yediyi yeməyin qalıqıdır. Bu cür işlər görüblər. Hətta onun geyimini belə, onun yırtılmış geyimini belə kiməsə verib, o adam onu yadigar saxlayıb ki, bu Resulullahın geyimidir. Elm adamları da buna qarşı çıxmayıblar. Bu sırf Resulullah'a aid olan bir hörmət əlamətidir. Bu da hörmət əlaməti ha. Yəni kiminsə tərini üzünə sürtdünsə Resulullah'dan başqa bu şirkdir. Kiminsə əbasını bu filan alimin əbasıdır, bunu özündə gəzdirirsənsə, bunu təbərrük edirsənsə ki, bəziləri Seyyidin köynəyini üzlərinə sürtür. Deyir ki, Yusifin köynəyi atasının üzünə sürtüldü, gözü açıldı. Bu da Seyyidin köynəyidir, üzünə sürtür, gözünü açacağına inanır. Bunlar hamı şirk əhlidirlər. Bunlar şirkdir. O yalnız bir peyğəmbərə verilmiş bir məziyyət idi, üstünlük idi. Heç kəsə aid deyil, sıradan insanlara aid deyil bu. Bu bir möcüzə idi. Necə ki, Musa aleyhissalam çomağını dənizə vurdu, dəniz yarıldı. Çomaq dənizi yarmamışdı ki. Çomaq dənizi yarsaydı, hele Musa aleyhissalam o çomağını götürüb, gedib orduları məhv edərdi də. Niyə qılınc götürüb döyüşürdülər? Niyə o çomaqla döyüşmürdü? Çünki o çomaqlıq deyil idi. O çomaq Allah Subhanahu taala sadəcə olaraq çomağını dənizə vur dedi. Dəniz yarıldı. Çomaq dəniz yaran deyil ki. Ona görə də bu cür möcüzələr peyğəmbərlərin birbaşa özünə məxsus olmuşdu. Resulullah'dan da əgər onun əbasını biri xatirə kimi götürüb sevə-sevə özündə saxlayıbsa, bu qəbahət deyil. Burada bir problem yoxdur. Amma Resulullah'dan başqa heç kəsə bunun adiyyatı yoxdur. Deməli, sahabələr bunu edəndə Allahın Resulü ona qarşı çıxmayıb. Çünki bu sırf ona məxsus idi. Amma günümüzdə bəzi şarlatanlar Resulullah'ın cübbəsi deyə bir cübbəni gəzdirirlər. Hətta o cübbə ilə Çeçenistanın prezidenti Ramzan Qadirovu belə ələ saldılar, aldatdılar. Bir ərəb gətirib, bir cübbə gətirdi. Ramzan da göz yaşlarıyla onu bir gözəl ziyarət etdi. O ərəbə nələr verdilər, küllü miqdarda pul. Və sonra neçə müsəlmanı aldatdı. Sonradan bildilər ki, yəni Ərəbistandan gələn məlumata görə ki, yəni bu adam yalan danışır. Bizdə belə bir Resulullah'ın əmanəti yoxdur. Ondan sonra o ərəbi axtardılar, tapa bilmədilər. Belə bir oyun çıxartdı. Bax, bu cür düşük imanlı insanları bax, beləcə aldadıb ələ salırlar, dəyərli müsəlmanlar. Biz müsəlmanlara elə şey yaraşmaz ki, Resulullah'ın tükü haradadır. Mən də gedib onu ziyarət edəcəyəm. Bilin ki, bu sevgidə Allah'a şirk qoşmaqdır. Çünki o sevgi, bu səviyyəli sevgi yalnız Allah'a olmalıdır. Resulullah'a olan sevgimiz onun imanınadır, onun şəxsiyyətinədir, onun atributlarına deyil, ondan qalan xatirələrə deyil. Ummu Habibə radiyallahu anha bir gün Allahın Resuluna deyir, ey Allahın Resulü, mən hicrətdə olanda Həbəşistanda, orada xristiyanlar idi. Onlar kilisələrdə ibadət edirdilər və həmən kilisələrdə öz rəsullarının heykəllərini, şəkillərini düzəltmişdilər. Yəni ikona, bildiyimiz kilisədə olan ikonaları dedi. Bu nə qədər doğrudur? Allahın Resulü dedi, Allahın lənəti olsun onlara, bu işi görənlərə, Hristiyan və Yahudilərə. Onlar öz peyğəmbərlərinin rəsimlərini cızar və onun məzarının ətrafını məscid edər
məzarını məscid edər və onun həmən məscidlərdə ibadət edərdilər. Bu işlərinə görə Allahın lənəti olsun onlara. Siz əsla onların etdiklərini etməyin. Uzaq durun onların etdiklərindən. Bu şirkdir. Baxın, Resulullah bunun şirk olduğunu, Hristiyan və Yahudilərin bu əməllərinin şirk olduğunu dediyi halda, bugün müsəlmanlar eyni Hristiyan və Yahudilərin etdiyini edir. Baxın, Yahudilər Musa əleyhissalamın çomağını axtarır. Minillər də onu axtarırlar. Sonra, bəlkə də eşitmişsiniz, müqəddəs əmanətlər, müqəddəs sandıq, Davud əleyhissalamın sandığını axtarır. Bugünkü Fələstində Qüdsün altını, Məscid-ül Əqsanın altını qazır ki, burada Davudun sandığı var, onu axtarırıq. Oranı qazır, buranı qazır. 1000 ildir qazırlar. Sandığı axtarır. Niyə? Deyir, Davudun yadigarıdır. Musa Peyğəmbərin yadigarıdır. Hristiyanlar İsa Peyğəmbərin yadigarı, xaçı müqəddəs eləyib boyunlarında asır. Bax, bu onların müşrik olduğunu göstərir. Müslüman da Resulullahın əşyalarını axtarır. Bu nə qədər doğrudur? Qətiyyən bizə yaraşmaz. Bu şirkdir. Bundan uzaq durmaq lazımdır. Hələ hər şey doğru olsa belə, yəni həqiqətən də bu həmən tarixdən qalmış əşya olsa belə, ona ibadət etmək olmaz. Sevgi başqadır. Görün, şeytan necə aldadır ki insanları, dəyərli insanlar. Baxın, Resulullahın saçını görüb deyə göz yaşları tökür və onu bağrına basır və milyonlarını verir ki, mən Resulullahın saçını gördüm. Görün, nə qədər nadan firqədir ki, Resulullahın şəriətini tapdıyır. Həmən o Ramzan Kadyrov Müslüman qadınların başından niqabı çıxartdırdı və hicabı onların başından çıxardır, deyir, bu ərəb geyimidir, bizə bu lazım deyil, bizim öz ata-baba geyimimiz var, analarımız necə geyinib, siz də belə geyinin. Yəni, bir ləçək bağlayın başınıza, uzun geyinin, bitdi. Bizim milli geyimimiz var, biz ərəbin adətini etmirik. Kimdir o ərəb? Bu ərəbin geyimi idi. Ərəblər İslamdan qabaq niqab salırdılar. Məgər bu niqabı İslam gətirmədimi? Allahın Rəsulu gətirmədimi? Həmən Rəsulun bütün zövcələri və bütün qızları və bütün səhabələrin qızları və həyat yoldaşları niqab salırdı. Sən o niqaba hörmət etməyib, milli adətivi gətirirsən, Resulullahın bir saqqal danəsinə hörmət edirsən, indi siz deyin, bu hörmətdir, yoxsa sapıqlıqdır? Əgər bu hörmətdirsə, bəs Resulullahın yaşatdığı o adəti, o Allahın ayəsini niyə təhqir edirsən? Qadınların başından açdırırsan və niqab salan qadınları həbsə saldırırsan. Niqablı qadını həbsə saldırmaq, bu nə deməkdir? Saqqalı olan kişilərin saqqalını qıxdırır. Deyir ki, yəni bu, deyir, ərəblərin dəbidir, deyir. Bizim öz dəbimiz var, bu formada saqqal saxlayacaqsınız. Baxın, Resulullahın sünnəsini tapdaq altına atır. Amma həmən Resulullahın cübbəsini görəndə göz yaşı tökür. Bu səfehdir, yoxsa müsəlmandır? Baxın, dəyərli insanlar, indi əlbəttə ki, siz dinlədikcə, gözünüzün önünə gəldikdə, inanıram ki, belə deyirsiniz. Həqiqətən bu doğrudur. Çünki normal düşünən insan bunu anlayır. Amma siz bilin, sapıqlıq belə başlayır. Şeytan bax belə oyun çıxardır və insanları belə ucuz qiymətə salır, ucuzlaşdırır ki, buradan həmən Rəsulu söyür, oradan həmən Rəsulun saçına hörmət edir. Necə ki, bəzi insanlar ətrafımızda olan nə qədər insan vardır ki, Resulullahın ailə üzvlərini söyür, misal üçün, qaynatası Əbu Bakrı, qaynatası Öməri, kürəkəni
Osmanı söyürlər, həyat yoldaşlarını, Ayşəni söyür, təhqir edir, amma deyir, Rasulullah bizim qeyrətimizdir. Rasulullahı sevirik. İndi bu adamlar səfehdir, yoxsa normalda həqiqi müsəlmanlardır? Cavab, səfehdir. Ona görə ki, sən necə bir kişini sevib də sonra onun həyat yoldaşını söyərsən? Həmən həyat yoldaşı ki, ölənə qədər onun həyat yoldaşı olub, həmən həyat yoldaşı ki, Allah Qur'an-ı Kərimdə 10 ayə onun barəsində endirib. Ən-Nur surəsi 10-cu ayədən 20-ci ayəyə qədər. Bu adamı söyürsünüz, təhqir edirsiniz. Ona görə dəyərli insanlar, diqqətli olmaq lazımdır. Burada bizim üçün önəmli olan bir tük gətiriblər, Rasulullahın saçıdır deyirlər. Əsli mövzumuz o deyil. Əsli mövzumuz bilirsiniz nədir? Diqqətli olun. Hər birimiz xəbərimiz olmadan aldanarıq, küfrə ibadət edərik, özümüzü müsəlman görərik. Ona görə də şirk olduqda, harada oldusa ondan uzaq durmaq lazımdır. Əl-Ən'am surəsi 19-cu ayədə Allah Subhanahu taala belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Qul eyyü şeyin akbaru şəhadətən. De, Allah yanında ən böyük şəhadət nədir? Sonra da cavabında deyir. Qulillah şəhidun beyni və beynəkum və uhiyə iləyyə həzəl Qur'anu liunzirakum bihi və mən bələğ. Allah deyir, de, ən böyük şəhadət Allaha şahid tutmaqdır. Və de, mən Allahı şahid tuturam ki, sizinlə öz aramda ki, mənə vəhy olunmuşdur. Mənə endirildi ki, Allahın ayələrini sizə və sizdən sonra kim gələcəksə, kim Allahın kitabını gördüsə, onlar hamı bilsin ki, mən sizə nə endirdimsə Allahın ayəsidir. Allah sizinlə mənim aramda şahiddir. Ki, siz bilin, Allah'tan başqa ibadətə haqqı olan heç bir mabud yoxdur. Qul innəmə huvə ilahun vahid. De, siz şahid olun ki, o Allah'tan başqa ibadətə haqqı olan mabud yoxdur. Və mən müşriklərdən uzağam. Allahın Resuluna deyizdirir bunu Allah. Mən müşriklərdən uzağam. Dəyərli müsəlmanlar, müşriklərdən uzaq durun. Nə onun saqqalına aldanın, nə onun cübbəsinə, nə də onun ibadətinə. Əgər o Allaha şərik qoşursa, ondan uzaq durun. Ola bilsin ki, o gözəl sözlər danışsın. Ola bilsin ki, o təsirli sözlər desin. Amma siz bilin, əgər Allaha şərik qoşacaqsınsa, səni heç nə Allahdan xilas edə bilməz. Çünki aləmlərin Rabbi Allah öz Rəsuluna belə demişdi. وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَإِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Əz-Zümər surəsi 65-ci ayə. Allah öz Rəsuluna, bax, Muhammed sallallahu aleyhi və səlləmə deyir ki, mən sənə vəhy edirəm və sənə nəyi vəhy etmişəmsə, həmən sözü səndən qabaqdakılarına da demişəm. Əgər mənə şərik qoşarsansa, Peyğəmbərə deyir ha, əgər mənə şərik qoşarsansa, sənin bütün əməllərin, ibadətlərin hamı batil olar və qiyamət günü huzurumda isə zərər çəkənlərdən olarsan. Rəsula bu söz deyilir ki, sənə də deyirəm, səndən qabaqdakına da, İbrahimə də, Musaya da, İsa'ya da demişəm. Mənə şərik qoşsanız əməlləriniz batil olacaq. Peyğəmbərə bu söz deyiləndən sonra biz nə vəziyyətdəyik? Ona görə də biz şirkin tozunu gördüksə ondan qaçaq.
Bu əməllər şirkdir, dəyərli insanlar. Siz aldanmayın. Bəs bunu ərəblər eləyir. Nə bilim, o bir dənə ölkənin prezidenti edir. Kim edir etsin, dəyərli insanlar. Bizim üçün şəxsiyyətlər önəmli deyil. Biz şəxsiyyət deyəndə o şəxsiyyət gedir sonu peyğəmbərə qədər qalxır. Bizim üçün ibadət olunacaq ünvan yalnız Allahdır. Biz yalnız Allaha ibadət edir və Allah və Rəsuluna itaat edirik. Allahın Rəsulu nəyi endiribsə, nə gəlibsə ona, biz ona canla başla itaat edirik və həmən Rəsulullahın sünnəsinə əsaslanıb şəriət yaşayırıq. Onun sünnəsində də belə adətlər yoxdur. Kiminsə saçı, İbrahim əleyhissalamın saçı, kiminsə ayaqqabısı, kiminsə köynəyi. Belə şeylərdən uzaq durun. Əsla buna aldanmayın. Hələ illa ki, Peyğəmbər bir tərəfə qalmış. Bu günləri şarlatan, başı pozuq seyyidlərin köynəklərini insanlar təbərrük edir. Başı pozuq, sapıq, heç Allaha ibadət etmir. Onun seyyiddir deyib əşyalarını müqəddəs tuturlar. Etsə belə ibadət, onun ibadəti başına dəysin, əgər o Allaha şərik qoşursa. Biz bu cür inanclardan uzaqıq. Biz sabatlı oxuyub Allahın kitabını, Rəsulullahın sünnəsini oxuyub ona elmi ilə ibadət edən və itaat edən müsəlmanlardan olaq. Ucuz, dəyərsiz deyil. O insan nə qədər ucuzdur. Bir saçı görüb də onu bağrına basıb ağlayır. Güya ki bu mömindir. Sən mömin olsan, Allahın kitabını bağrına basarsan. Peyğəmbərin bizim içimizdə əmanət qoyduğu kitaba hörmət etmir. O kitabı ölülər üçün oxutdurub da Rəsulullahın cübbəsini bağrına basan yazıqlar olsun belə müsəlmanlara. Allah bizi belələrdən uzaq tutsun. Yalnız Allaha ibadət edək, əməllərimiz ilə, sevgimiz ilə yalnız Allaha təslim olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.